Bismillahirrahmanirrahim. Kərbəla hadisəsində Aşura qiyamında xüsusi bir cümlə var. Xanım Zeynəb salamullahi əleyhadan "Ma rəəytu illa cəmila." Yezid ki, bu vəhşiliyi törədəndən sonra müqəddəs imamı, dövrün məsum imamını, İmam Hüseyin əleyhissalamı və yaxınlarını, az sayda olan yaxınlarını şəhid edir. Bunlar şəhadətə qovuşurlar. Sonra xanım Zeynəb və 4-cü məsum imam onları əsir götürərək gətirirlər Şama. Müəyyən diyaloqlar var. Mən istəmirəm o məsələlərə toxunam. Həmən diyaloqdan sonra Yezid bütün hallarda istəyir ki, özünü qalib kimi göstərsin və xanım Zeynəbə üzünü tutaraq onun qəlbini yaralamaq məqsədi ilə deyir ki, gördün, Allah bizi qalib elədi. Allah istəyirdi ki, biz qalib olaq. Sənin qardaşın və onun tərəfdarları ölümü dadmaqla məğlub olsunlar. Xanım Zeynəb salamullahi əleyha buyururlar ki, "Ma rəəytu illa cəmila." Biz bu Kərbəlada gözəllikdən başqa bir şey görmədik. Əslində bugün İslam qoşunu küfrün burnunu yerə sürtür. Əslində şəhid olan generallar və İslam qoşunundan şəhadətə yüksələn insanlar üçün gözəllikdən başqa bir şey yoxdur. Çünki bu insanlar gözəlliyi, əbədi xoşbəxtliyi məhz şəhadətdə görürlər. Nəinki bu insanlar? Əslində dinin fəlsəfəsi bundan ibarətdir ki, insan əbədi xoşbəxtlik üçün yaradılıb və hər bir insan əbədi xoşbəxtlik üçün can atmalıdır. Həm bu dünyada, həm axirətdə. Bu İslam fəlsəfəsidir. İnsan yaranışının mənası məhz burada düyünlənib. Bunun üçün də əbədi xoşbəxtliyə nail olmaq üçün isə ən yaxşı yollardan biri şəhadətdir. İnsan Allahla öz arasında canını satır və onun qarşılığında əbədi xoşbəxtliyi alır. Zaten bu can, yəni hər bir insan öləcək, ölüm hər bir nəyinsə insana, bütün yaranışlara ölüm nəsib olacaq. Hər bir yaranış ölümü dadacaq. Amma bu canı biz öləcəksə Allahla öz aramızda biz bunu deməli Allaha təqdim eləsək, satsaq, nə xoş bizim halımıza. Bugün görürəm ki, bir çox tərbiyəsizlər İsrailin kişilikdən uzaq, mərdlikdən uzaq, həmişə zaten belə olub, uzaq hərəkətlərinə və İranda şəhadətə qovuşmuş bəzi generallarını, mülki şəxsləri, uşaqlar da var onların içində, müxtəlif rəqəmlər səsləndirirlər və bu rəqəmlər təbii ki, 100-dən yuxarıdır ki, İsrailin xəbis və ləyaqətsiz hücumları nəticəsində, terroru nəticəsində onlar şəhadətə qovuşublar. Bəziləri bu məsələyə yanlış bucaqdan baxırlar və bunu məğlubiyyət kimi dəyərləndirirlər. Əziz izləyicilər, mən Kərbəla hadisəsindən bir nümunə göstərdim. Əgər fərz edək ki, bugün İran bu davada, bu savaşda məğlub olacaq, yəni fiziki cəhətdən biz inşallah dua edirik, əl duadayıq, gücümüz buna çatır. İnşallah tezliklə İslam ordusu qalib olar. Necə ki, Xeybərdə Peyğəmbər deyirdi, İslam ordusu ilə küfr ordusu üz-üzədir. Xəndəy döyüşündə, Əhzab bunlar eyni döyüşlərdir. Digər döyüşlərdə dəfələrlə bu fikri səsləndirib və zaten lap elə insan tarixi başlayandan, yaranış başlayandan şərlə, xeyirlə şər qarşı-qarşıya gəlib. Bu gün də küfr ordusu ilə
deməli, İslam ordusu üz-üzə gəlib. Haqla batil üz-üzə gəlib. Və ola bilsin ki, fiziki olaraq hər bir şey ola bilər. Amma bu qətiyyən məğlubiyyət deyil. Necə ki, İmam Hüseyin, xanım Zeynəb salamullahi əleyha İmam Hüseynin şəhadətinə dedi, mən burada gözəllik görürəm. İmam Hüseyin canını verdi, şəhid oldu. Amma İslamın əsas sütunları, əsas dayaqları qorunub qaldı. Və İmam Hüseyin də öz yaranları ilə, yardımçıları ilə, əshabı ilə əbədi xoşbəxtliyə qovuşdu. Bu generallar da ola bilsin bugün deməli dünyanın ən rəzil, ən alçaq insanlarının əli ilə şəhadətə qovuşurlar. Dünyanın ən alçaq, bu Peyğəmbər sözdür, ya Əli, sən dünyanın ən alçaq və rəzil insanı tərəfindən öldürüləcəksən. Bu generallar bu günləri dünyanın ən rəzil və ən alçaq şəxsləri ordusu tərəfindən deməli şəhadətə qovuşurlar. Onların xoş halına, onlar əbədi xoşbəxtliyə deməli nail oldular, yaşadılar, mərd yaşadılar, İslam'a xidmət elədilər və Allah da onlara o mükafatı verdi. Həqiqətən adam bəzən tərəddüd eləyir, yəni bəzən heyrətdə qalır ki, necə bu cür İslam'a xidmət eləyən insanlar, bu cür bütün varlıqlarını İslam'a sərf eləyən, xərcləyən insanların aqibəti həqiqətən mükafatı şəhadət olmalıydı. Bugün şəhid olanlar, yəni İsrail ordusu tərəfindən şəhid olunan generallar həqiqətən o məqama onlar layiq edilər. Məhz onların ömürləri elə bitməli idi. Təbii ki, bunu ağlı düşüncəsi dayazlar dərk eləyə bilməz bu nə deməkdir. Və mən bir cümlə işlətdim ki, əgər ola bilsin ki, İran bu məsələdə fiziki cəhətdən məğlub olsa belə, yenə də bu proses gözəllikdir. Bu proses ona görə gözəllikdir. Bugün təkcə İran İsraillə döyüşmür. Onun arxasında Amerika var və dünyanın bütün hiləgərliyini quran, dünyanın siyasi coğrafiyasını çizən və bütün o iyrənclik, siyasi hiləgərlik onun başı altından çıxıb ki, bu da İngiltərədir. İngiltərə var arxasında və İsrailin arxasında Avropa var. Qərb bloku bütünlükdə dayanır. Və bugün demək olar ki, İran İslam ordusu olaraq, Şiə ordusu olaraq, Əhl-i-Beyt ordusu olaraq bütün dünyanın qarşısında mərdcəsinə dayanıb, dirəniş göstərir, öz əqidəsindən dönmür, öz necə yaşamalı olduğunu özü çizmək istəyir. Amma biz gördük, bugün başından böyük danışan insanlar kimlərinsə nökərçiliyin eləyirlər. Gəlib buradan İrana dil uzadırlar. İran, əzizlərim, bugün Amerika dünyanın idarə etməyə çalışan, dünyada bütün deməli ən kiçik tayfalara belə nəzarəti üzərinə götürməyə cəhd eləyən Amerika, Qərb bloku, İngiltərənin qarşısında yeganə dayanan dövlət İrandır. Bu da əlbəttə ki, Şiə məktəbindən, Əhl-i-Beyt məktəbindən əldə etdiyi qeyrət, cəsarət, fədakarlıq nəticəsindədir. Dünya gəlir deyir ki, sənin necə yatmalı olduğu, necə durmalı olduğu, kimlə evlənməli olduğu, kimlə sevgili olmağı mən təyin etməliyəm. Mən sənə deməliyəm ki, get kimlə sevgili ol, get kimlə ailə qur, get hansı yeməyi ye, hansı paltarı giyin, hansı maşını sür və s. Dünyada yeganə ölkə İrandır ki, Qərbin qarşısında, Qərbin bu saxta, iyrənc iddiaları qarşısında deyir ki, mən sən deyəni etməyəcəm. Ya bu yolda öləcəm ki, Allah mənə şəhadət məqamına mənə yüksəldəcək, ya da ki, mən sən deyəni etməyəcəm. Yaşayaramsa, sona qədər səndən mübarizə aparacam. Biz görürük ki, bütün dünya bilərəkdən ki, əslində bunların əksəriyyəti bilirlər. İran haqq yoldadır, İran düzgün eləyir. Amma bunlar
Qərb blokuna yaltaqlanmaq üçün, yarınmaq üçün müxtəlif fikirlər səsləndirirlər. Və yaxud da, belə deyək də, mən bunu misalla göstərsəm, məsələn, hər bir insanın həyatında bu baş verə bilər. Məsələn, bir nəfər idmançı da ola bilər, güclü də ola bilər. Amma qohum əqrəbası azdır, təkdir, qardaşı yoxdur və s. O, bir neçə qardaşın, əmi uşaqları, dayı uşaqlarının tərəfindən mühasirəyə alınır və o döyülür. Bu isə sınmır, sona qədər döyülür, nəfəsi kəsilənə qədər döyülür. O, nəsli çox olan uşaqlar ki var, onlara yarınmaq istəyən digərləri də, onlar da qıraqdan durub, o tək döyüşən uşağın nəfəsinin kəsilməsini istəyirlər. Nədir? Bu uşaqlardan ki, bunlar böyükdülər, çoxdular, güclüdülər fiziki cəhətdən və s. Bunların deməli, hədəfinə tuş gəlməsinlər. Bax, dünyada bugün İranla dünya arasında məsələ bundan ibarətdir. Sanki böyük bir qrup, Qərb bloku, İngiltərə, Amerika, Allah lənət eləsin bunlara, tezliklə bu ölkələrin məhv olmasına Allahdan təmənna edirəm. Bu ölkələr İsraili ortaya salıb və İranı bütün Avropa Birliyi ölkələri də İranla tək başına, İransa tək başına bunlara cavab verir. Biz baxıb bugün görürük ki, Ərəb bəzi, İordaniya səhv etmirəmsə və bəzi başqa ərəb ölkələri İrandan İsrailə atılan raketlərin, dronları vurur salır yerə. Amma şərait yaradır ki, İsraildən İrana gedən raketlər, dronlar, onlar hava deməli, cihazları, onlar gedib hədəfə çatsınlar. Bax, bu müsəlmanların, bu ərəblərin, bunlara müsəlman da demək olmur, xəyanəti nəticəsində İran qalıb dünya ilə üz-üzə. Fələstin əslində məzhəb baxımından əhli təsənnündür, sünnidir. Fələstinə qarşı İsrailin törətdiyi o vəhşiliklərə yeganə İrandır ki, sinəsini gərib və İsrailin işğalçılığını qəbul etmir. İsrailin zülümlərini qəbul etmir. Ərəb ölkələri isə baxırlar, görsünlər ki, İranın nəfəsi kəsilsin. Yəni, İranın nəfəsinin kəsilməsini gözləyirlər. Birinin qeyrəti çatmır ki, girsin meydana, desin ki, nöşbun öldürürsünüz, o misalda olduğu kimi. Baxın, dünyanın vəziyyəti budur. İsrail-İran münasibətlərinin vəziyyəti budur. Nə olacaq? Əlbəttə ki, mən bir məsələyə toxunmaq istəyirəm ki, bir çox ölkələr, yəni barmaq sayı qədər ölkələr bu məsələlərdə rəsmi mövqe bildirsələr, təbii ki, Amerika, İngiltərə, Avropa ölkələrinin əksəriyyəti İsraili müdafiə edirlər. İranı müdafiə edən bir neçə ölkə, səhv etmirəmsə, mən bugünə qədər 4-ünün adını bilirəm, 4 ölkə müdafiə etdiyini, yanında olduğunu bəyan edib. Hələ onların bəziləri də şübhəlidir, sadəcə siyasi bəyanatdır. Qalan ölkələrdə, Azərbaycan da onun içində olmaq şərti ilə, qalan ölkələr rəsmi mövqeylərin bildirməyiblər. Hələ demirlər, məsələn, biz hansı pozisiyadır, hansı tərəfi, hansı cinahı müdafiə edirik. Deməli, bunlar o qədər qorxaq, o qədər cəsarətsiz və eyni zamanda o qədər xaindirlər. Məhz İranın bu günə düşməsi, əslində şükür Allaha, İranın günü çox əladır, yəni təklənməsini mən demək istəyirəm. İranın təklənməsi, İranın nəfəsinin kəsilməsinə cəhd edən qrupların xəyanəti nəticəsində İran bu gün təklənib. Və inşallah biz ümid edirik ki, tezliklə İslam ordusu qalib olacaq və biz küfrün ordusunun məğlubiyyətini yaşayacağıq. Əziz izləyicilər, bir məsələni də mən sizin xidmətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, bugün əsasən cəbhədə savaşdan əlavə, əsasən müharibənin əsas tərkib hissələrindən biri də informasiya savaşıdır. Biz görürük ki, İran haqqında, İranın vurulması ilə bağlı, İranın məğlubiyyəti ilə bağlı yalan şayələr yayılır, yalan məlumatlar tirajlayır. Bu, zaten Qərb blokunun əsas deməli, gördüyü və ən yaxşı gördüyü işlərdən biridir ki, yalan informasiyalarla, yalan məlumatlarla
istəyir ki, ölkələri idarə etsin, insanların fikrini yönləndirsin, müxtəlif istiqamətlərə çəksin. Amma biraz əgər müsəlmanlar, əgər xüsusən Azərbaycan xalqı ayıq olsalar, həqiqəti görə bilərlər, həqiqəti dərk edə bilərlər. Əlbəttə ki, biz görürük Azərbaycan xüsusən sosial mediasında bəzi başı pozuq insanlar var, bəzi cahillər var və yaxud da bəzi aşırı millətçilər var. Onlar məqsədli şəkildə bu məsələdə İranın əleyhinə təbliğatlar aparırlar. İsrailin bütün hallarda qalib bir ölkə kimi, İranı cəzalandıran bir ölkə kimi əslində təqdim edirlər. Amma mən sizə əmin edirəm ki, bu informasiyaların çoxu yalandır, şayədir. İnsanların düşüncəsini dəyişdirmək üçün, insanları İrandan uzaqlaşdırmaq üçün. Çünki insan fitrətində belə bir şey var ki, insan həmişə qalibin yanında olmağa cəhd edir. Məzlumun yanında, məğlubun yanında olmağa çalışan, olmaq istəyən çox az sayda insan ola bilər. Ona görə də bu Qərb mediası istəyir ki, İsraili qalib dövlət kimi qələmə versin və yalan informasiyalarla ay filan kəs öldürüldü, ay filan kəs filan deməli bəyanatı verdi, İran qorxusundan geri çəkilir, İran sülh istəyir, İran kimisə araçı, yəni vasitəsi gətirir, belə filan. Bunlar hamısı yalan məlumatlardır, öz təsdiqini tapmamış məlumatlardır. Məqsəd isə İran haqqında, yəni İranı sevənlərdə biraz xəyal qırıqlığı yaratmaqdır və insanları İrandan uzaqlaşdırmaq, psixoloji olaraq İranı tək qoymaq. Zaten bir çox hallarda İran meydanda İran təkləməyə çalışır və bəzi dediyim kimi barmaq sayı ölkələri istisna etməklə İranın tənhalığını görürük. Yəni İran meydanda tək qalıb, təklənib. Bunlar isə bu yalan məlumatlarla istəyirlər ki, İranı psixoloji olaraq, düşüncə baxımından da İranı təkləsinlər. İnsanların İrana qarşı düşüncəsində bəzi dəyişikliklər yaratsınlar ki, bu da təbii ki, müharibənin gedişatına təsir edən əsas amillərdir. Mən fikrimi yekunlaşdırıram. Ümid edirəm ki, inşallah küfr ordusu tezliklə məğlub olacaq. Burada inanıram və əminəm ki, Allahın müsəlman İslam ordusunda möminlərdən ibarət, qeyrətli kişilərdən ibarət olan bir orduya mütləq Allahın yardımı və deməli köməyi olacaq inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.